Yəqin ki, hamınız bugün yubileyini qeyd etdiyimiz Rauf Arifoğlu'nun necə tələbkar müdür olduğunu bilirsiniz. Amma bunun gerçək miqyasını ən çox onunla birbaşa işləyənlər bilər. İndi sizə bir nəzəri nümunə təqdim edəcəyik. Fantaziyadır, amma həqiqətə söykənir. Məsələn, ola bilər ki, bir gün Rauf bəyin dostlarından biri ona zəng edə və deyər: "Bəy, deyirlər Pekində çıxan Jenmin Jibao qəzetində Azərbaycanla bağlı maraqlı bir yazı çıxıb. Sizcə Rauf Arifoğlu nə edəcək?" Xəbəri verənə sağ ol deyəndən 2 saniyə əvvəl, sonra yox ha, əvvəl Musavat.com-un əməkdaşlarına zəng vuracaq. Çində çıxan Jenmin Jibao qəzetində ölkəmiz haqda əla bir yazı çıxıb. Onu dərhal sayta qoymaq lazımdır. Təcili. Saytın əməkdaşları yazını axtarmaqdaykən Rauf Arifoğlu'ndan daha bir zəng gələcək. Çin qəzeti necə oldu? Tapdınızmı? Cavabın necə olmasından asılı olmayaraq əlavə edəcək. Biraz cəld olun, hamı verdi biz qaldıq. Az sonra məlum olacaq ki, həmin qəzet Çin dilində, özü də eroqliflərlə çıxır. Yəni ağac, çərçivə, kub şəkilləri kimi bir şey. Əməkdaşlar deyəcəklər: "Bəy, Çin eroqliflərini oxuya bilmirik axı." Rauf Arifoğlu'nun ilk reaksiyası belə olacaq: "Ay qardaş, bu eroqlifləri öyrənin də, bu sizin işinizdir axı. O qədər işçi var saytda, amma heç biriniz Çin dilini bilmirsiniz." Söhbət burada bitəcəkmi? Xeyr, baş redaktor götürüb WhatsApp-da yazacaq: "Çin səfirliyindən nömrə bilən varmı?" Elşad Paşasoy dəftərçəsini vərəqləyib uyğun nömrəni tapacaq. WhatsApp-a yazacaq: "Buyurun bəy." Rauf Arifoğlu həmin nömrəni əməkdaşlardan birinə verib təlimatlandıracaq. Səfirlikdən bir yazının tərcüməsinə kömək istə deyəcək. Çin səfirliyi ilə danışmaq mümkün olsa, ayıq-sayıq Çinli əməkdaş gözlərini qıyacaq və burada Çinin dövlət mənafelərinə zidd nəsə olduğunu düşünəcək və deyəcək: "Bu cür məsələlərlə bağlı mediaya açıqlama vermirik." Ancaq bu hələ son deyil. Rauf Arifoğlu Paşasoya Xarici İşlər Nazirliyinə zəng edib Hikmət Hacıyevdən Çin dili üzrə mütəxəssis tapmağa xahiş etməyi tapşıracaq. Xarici İşlər Nazirliyində hamı ingilis dilli olduğu üçün Çin dilli tapılmayacaq. Məlum yazını mütləq Azərbaycan dilinə çevirdirməyi qarşısına məqsəd qoyan baş redaktor hər ehtimala qarşı Mahir Məmmədliyə zəng edəcək. Soruşacaq ki, o Çin dilini bilirmi? Mahir yuxulu-yuxulu cavab verəcək: "Bəy, vallah içəndə Çin dilini də bilirəm, amma Çincəni bilmirəm. Vacib lazımdırsa öyrənərəm." Ancaq pəs etmək söhbəti yoxdur. Rauf Arifoğlu tanışlardan vaxtı ilə Çində səfir işləmiş Tamerlan Qarayevin telefon nömrəsini, Facebook, Instagram, Twitter ünvanlarını tapacaq. Onların 4-ündən də cənab səfirlə əlaqə saxlayıb Çin dilində olan mətnlə bağlı kömək istəməsini xahiş edəcək. Məlum olacaq ki, Çində işlədiyi vaxt Tamerlan Qarayevin yanında işləyənlər indi başqa yerdə çalışırlar və cənab səfir özü Çin dilində bilmir. Yaxşı, bəs necə olsun? Bu yazı nəyin bahasına olursa olsun Musavat.com-da getməlidir axı. Rauf Arifoğlu ləngimədən köməyi redaksiyanın Fövqəladə Hallar Komissiyasına Əli-Suvarı çağıracaq və yeni bir tapşırıqla iş başına göndərəcək. Əli-Suvar direktor Ələsgərdən pul para götürəcək, 8-ci kilometr bazarı tərəfə gedəcək. Orada arayıb, axtarıb, axırda 3 manat, 5 manat deyə əllərində britva, güzgü, batareya, qayçı və sair xırdavat satan Çinlilərdən 3-4 nəfər tapacaq və hərəsinə 4 manat verərək redaksiyaya gətirəcək. Redaksiyaya gələndə məlum olacaq ki, Çinlilərin ikisi əslində Uyğurdur və Çin dilində düzəməlli bilmirlər. Ancaq onlardan ən azı biri əsl Çinli çıxacaq. Redaksiyada onu kompüterin monitoru qarşısında oturdacaq, Jenmin Jibao qəzetinin saytını açıb Azərbaycan haqda gedən yazını tapacaqlar. Daha sonra o yazını Translate proqramı ilə və bizim dildə əzik pozuq danışan Çinlinin köməyi ilə ana dilimizə çevirəcəklər. Bu prosesin getdiyi vaxtda Rauf Arifoğlu 7 dəfə saytın otağına zəng edəcək və tərcümə prosesinin necə getdiyi ilə maraqlanacaq. 2 dəfə Toğrula, 2 dəfə də Turana WhatsApp-da "Alo, ay oğul, biraz tez olun da, geri qalırıq axı" deyəcək və ən azı bir dəfə hadisə yerinə gələcək. Nəhayət Jenmin Jibao'da gedən yazı hazır hala gələcək və məlum olacaq ki, o yazı belədir: Azərbaycanda keçirilən bədii gimnastika yarışında Çinli atletlər mükafat qazanıblar. Rauf Arifoğlu biraz məyus olacaq. Elə bir xəbər deyilmiş. Bu qədər əziyyət çəkdik, amma eybi yox, eksklüziv xəbərdir. Yalnız bizdədir. Başlığın qarşısına eksklüziv və fotolar yazın, verin. Yazı sayta verilən anda baş redaktordan zəng gələcək. Videosu varsa onu da qoyun. Sonra daha bir zəng, paylaşmağı da unutmayın.
Çinli gimnastların Bakıda mükafat alması barədə eksklüziv xəbər sayta qoyulandan bir müddət sonra ola bilər ki, Rauf Arifoğlu'nun çoxsaylı dostlarından daha biri zəng etsin. Bəy, İordaniya saytında filan xəbər var. Rauf Arifoğlu dərhal əvvəlcə saytın əməkdaşlarına ərəbcə yazıb oxuyanınız yoxdurmu yazacaq və paralel olaraq hazırda Ankarada olan Kənan Rövşənoğlu'ya yazacaq. Onlayn insansa cavab ver, sənlik iş var. Daha sonra sayta mesaj yollayacaq. Kənandan yazı gələcək, onu dərhal sayta qoyun. Ertəsi gün Rauf Arifoğlu sayt otağına zəng edib soruşacaq. Çin iyeroqliflərini öyrənəniniz varmı? Bəli, bu dediklərimiz məhz belə olur. Biraz şişirtmə varsa da bir misal yalan yoxdur. Varsa özü buradadır, desin. Ancaq bir məsələ də var ki, işə bu cür yanaşmayanda birinci ola bilmirsən.